Bir neçə gündür sosial şəbəkələrdə müğənni Pişik günü ilə ev bağışlanması müzakirə edilir. Milli mətbuatımız insafən bu tali yüklü məsələyə biganə deyil. Ev alan və evi bağışlayan tərəfin hər ikisini lənətləyərək şiddətli atəşlə susturmağa çalışırlar. Milli mətbuatımız iddia edir ki, pişiyə ev bağışlanması milli mənəvi dəyərlərə ziddir. Həmin ev imtiyazlı təbəqədən olan məlum vətəndaşlardan birinə verilməlidir. Burada bir haşiyə çıxırıq. Bini qədimdən Adəm övladı belə yaranıb. Hər bir sağlam kişi maddi nemətlər uğrunda mübarizəyə qoşulanda onun beynində xeyirxahlıq etmək adətən axırıncı yerdə gəlir. Sağlam bir kişi orqanizminin cazibədar xanıma sahiblənmə istəyi bioloji baxımdan tamamilə təbii və başa düşüləndir. İndi keçək milli mətbuatın fəryadlarına. Əvvəla bu yaxınlarda dəmir medallar zinətləndirilən jurnalistlər bir məsələni yaddan çıxarırlar. Vaxtilə onların Əli Həsənovun hədiyyə etdiyi binalardan ev alma uğrunda apardıqları mübarizə Stalingrad döyüşlərini kölgədə qoyurdu. 3 otaqlı bir daxmaya sahib olmaq uğrunda gedən gərgin və məxfi savaşa təkamül nəzəriyyəsində növ daxili mübarizə deyilir. Məsələn, Sibir meşələrində qida azalanda Siçovullar arasında növ daxili mübarizənin fəryadları tayqanın hər yerinə yayılır. Jurnalist həmkarlarımız da həmin zövqlə ev əldə etməyə çalışırdılar. Buradan da göründüyü kimi, hədiyyə edilən evi almaqda qəbahətli bir şey yoxdur. Həm də adı çəkilən xanım bu evi tamamilə rəqabətsiz, həmkarlarını ilk raunddaca nokautla məğlub edərək əldə edib. İkincisi, hökumətin ev hədiyyə etdiyi saysız hesabsız jurnalistlərə, müğənni və aktyorlara, digər avara sərgandan adamlara baxanda təbii sual yaranır. Pişik günilin onlardan nəyə əskikdir? Bu xanımın fiziki göstəriciləri, musiqi istedadı, digər bacarıqları barədə gəzən söz-söhbəti bir kənara qoyaq. Xəyali bir eksperiment keçirək. Jurnalistlər binasında həyatın dadını çıxaran adamların əksəriyyətindən daha savadlı olduğunu inanla deyə bilərik. Bu xanımın adının bir qədər qalmaqallı səslənməsinə baxmayaraq, intellektsiya bir çox jurnalistləri üstələdiyi göz qabağındadır. Niyə ona bir ev qıymasınlar? Sözümüzün canı nədir? Azərbaycanda müxtəlif yollarla ev alanlarla müqayisədə Pişik günü ləyaqət və intellekt mücəssəməsidir.